Hörmətli xanım sədr, hörmətli həmkarlar və media nümayəndələri. Müzakirə etdiyimiz qanun layihəsi olduqca vacibdir. Qeyd olunan yeni qaydaların müəyyən olunması işçilərin hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Konseptual olaraq qanun layihəsinin qəbul edilməsini zəruri hesab edirəm və ona səs verəcəm. Burada bir məsələyə də diqqət çəkmək məqsədə uyğun olardı. İstehsalatda bədbəxt hadisə və peşə əmək qabiliyyətinin itirilməməsi üçün hansı önləyici tədbirlər həyata keçirilir? Çünki profilaktika hər zaman reaktiv tədbirlərdən daha səmərəli və sərfəlidir. Beynəlxalq standartlara görə bütün iş yerlərində risklərin qiymətləndirilməsi aparılmalıdır. Riskin qiymətləndirilməsinin əsas məqsədi ondan preventiv tədbir kimi istifadə edilməsidir. İstehsalatda işçilərin sağlamlığına və həyatına, eləcə də bütövlükdə müəssisənin işinə mənfi təsir göstərə biləcək riskləri düzgün qiymətləndirmək, onların aradan qaldırılması üçün təsirli tədbirləri hazırlamağa imkan verir. Ölkəmiz Beynəlxalq Əmək Təşkilatının sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, yəni SƏTƏM üzrə 2 əsas 155 və 187-ci konvensiyalarına qoşulub. Və Azərbaycan Respublikasının Əmək Məcəlləsi bu konvensiyanın tələblərinə demək olar ki, tam cavab verir. Qanunvericiliyimizdə risklərin qiymətləndirilməsinin aparılması metodikası müəyyən edilmədiyinə görə işə götürən riskin qiymətləndirilməsini beynəlxalq təcrübəyə əsasən tətbiq edə bilər. İşə götürənlər iş fəaliyyətinin işçilərə və digər şəxslərə zərər verməməsi üçün hüquqi və mənəvi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərinin sayı 50 nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalı və mühəndis vəzifəsi təsis edilməlidir. Bu iş yerində sağlamlığın, sağlam ətraf mühitin təminatı rolunu oynayır. Beynəlxalq ISO 45001 standartı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, yəni SƏTƏM prinsiplərinin bütün müəssisələrdə icbari tətbiqini nəzərdə tutsa da, bu standartın tətbiqi könüllüdür. SƏTƏM mütəxəssisləri çətin iş şəraitindən yarana biləcək bütün hadisələrin və qəzaların qarşısının alınması, həmçinin normal iş şəraitindən yarana biləcək mənfi təsirlərin azaldılması üçün təlimat hazırlayır, icra edir, yaranan risklər zamanı müdaxilə edir, məsələn, ilk yardımı həyata keçirərək həyat xilas edir. Qanunvericilikdə bununla bağlı tələb olsa da, bəzi hallarda bu vəzifəyə cəlb olmuş işçinin formal xarakter daşıması, lazımi bilik və bacarıqlara malik olmaması iş yerində bədbəxt hadisə riskini qaçılmaz edir. Buna görə də ilk öncə düzgün mexanizm və təbliğatla iş yerlərində təhlükəsizlik mədəniyyətinin inkişafına çalışmalıyıq. Bu, sahibkarın işini artırmaq kimi görülməməlidir. Əksinə, SƏTƏM-in olması sahibkar üçün üstünlüyə çevrilməli, onun reputasiyasının yaxşılaşdırılmasına xidmət etməlidir. Eləcə də riskin qiymətləndirilməsi, risklərin aşağı olması, investorları cəlb edə, satın alma prosesində qabiliyyətini artıra, müəssisənin saxlanmasını dayanıqlı edə bilər. Əksər böyük şirkətlər strateji hədəf kimi karbon ayaq izini, yəni karbon footprinti azaltmağın yollarını axtarırlar. Daha da rəqəmsallaşırlar ki, ətraf mühitə daha az təsirləri olsun. Məsələn, xarici təcrübədə investor və partnyorlar istehsal və xidmətdə daha az karbon ayaq izinə malik olan şirkətlərlə əməkdaşlığa üstünlük verirlər, sərmayə yatırırlar. Bundan başqa, hazırda yeni sahələr üzrə iş yerləri yaranır. Rəqəmsallaşan iş mühitində çalışan işçilərin də SƏTƏM qaydalarına ehtiyac yaranır. Biz bunu da təhlil etməliyik və bu sahədə çalışan işçilərin də sağlamlıq, təhlükəsizlik və əməyinin mühafizəsi üçün vahid standartlar hazırlanmalı və tətbiq edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.